Əziz gençlər, hər birinizi Milli Gimnastika Arenasında keçirilən 8-ci Respublika Robot Olimpiyadasından salamlayırıq. Gəlin baxaq görək, qarşıdakı 3 gün müddətində bizi nələr gözləyir? Çox maraqlı yarışma gedir. 150-dən artıq komanda toplaşıb və bu günləri mən xüsusi təşəkkürümü həm gənclərimizə ki, bu məsələlərə bu qədər böyük diqqət yetirirlər, eyni zamanda onların müəllimləri, valideynləri, onlarla məşğul olan bütün mütəxəssislərə öz təşəkkürümü bildirmək istəyirəm. Bugünkü yarışmanın beynəlxalq hakimlər qrupu hakimlik edir. Burada müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunub və ümid edirik ki, bu olimpiyadada yaxşı nəticə göstərən komandalarımız Dünya Robot Olimpiyadasında da qələbə qazana biləcək. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan gəncliyinin vətənpərvərlik hissi təkcə silahla əlində vətənə xidmət etmək, vətəni qorumaq deyil. Eyni zamanda biliklərə, müasir biliklərə yiyələnmək, xüsusilə mühəndislik, yüksək texnologiya, robototexnika sahəsində belə gənclərimizin gəlməsi gələcəkdə də mütəxəssis kadr potensialımızın artırmasına gəlib çıxardacaq və Gənclər və İdman Nazirliyi olaraq biz eyni zamanda bu günləri bizi ilə burada olan müxtəlif dövlət qurumlarına təşəkkürümüzü bildiririk ki, günü-gündən hər dəfə, hər il bu nümayəndələrin burada tərkibi genişlənir. Bu günlər kənd təsərrüfatından tutmuş, müdafiə sənayesi, Daxili İşlər Nazirliyi və digər, əlbəttə ki, Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri bugün burada idi və öz gözləri ilə gənclərimizin yaradıcılığına şahidlik elədilər. Bu ilin mövzusu gələcəyin şəhərləridir, Marsda koloniyaların qurulmasıdır və süni intellektlə robotexnikanın birləşərək müxtəlif problemlərin həllinin tapılmasından ibarətdir. Bildiyiniz kimi Dünya Robot Olimpiyadasına Azərbaycan 2016-cı ildən həqiqi üzvlüyünə qəbul olunubdur və 8 ildir ki, bu çempionatın bir hissəsiyik biz. Düşünürəm ki, bu ilki ildə çox maraqlı bir ildir və gənclərimiz çox maraqlı layihələr ərşəyə gətiriblər. Həm prototip layihələri var, həm proqramlaşdırma, avtonom maşın layihələri var və burada öz bilik bacarıqlarını sınayırlar. Bu il təsadüfi deyil ki, qaliblər Sinqapurda keçiriləcək dünya finalında ölkəmizi təmsil edəcəklər və bu yarışmada da 8 komanda ölkə qalibi olaraq iştirak etmə hüququ əldə edəcəklər. Buradakı əsas mahiyyət ondan ibarətdir ki, ölkəmizdə gənclərin texnologiya, 4-cü sənaye inqilabına keçid dövründə bu sahəyə olan marağını artırmaq, ekosistemi gücləndirmək, bu istiqamətdə gəncləri maraqlandırmaq, sadəcə paytaxt yox, regionlarda da gənclərimizin asudə vaxtları, dərsdən kənar vaxtları, məktəblilərin və eyni zamanda universitet tələbələrinin bu kimi beynəlxalq layihələrin bir parçası olmağını arzu edirik biz. Sevindirici haldır ki, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi də bu layihəyə xüsusi dəstək göstərir və gənclərimizin bu layihələri həyata keçirməsini dəstəkləmiş olur.
rover hekskopterin inteqrasiyalı sistemidir. Hansı ki roverlar bildiyiniz kimi yumşaq atmosferli Mars kimi planetlərdə öz vəzifələrini kəşfiyyat olaraq icra edir. Ancaq bu vəzifələrin icra etdikləri müddətdə böyük dağlar deyək, kraterlər deyək, qum təpələri deyək, bunların işlərinə mane olur və ilişib qala bilirlər. Və bu da hansı ki bizim nəzərdə tutduğumuz bu kəşfiyyat işini yavaşlatdırır, lənglədir. Biz də öz proyektimizdə bunu həll olaraq hekskopterla inteqrasiya elədik ki, hekskopterlar roverun girə bilmədiyi kraterlər olsun, aşa bilmədiyi dağlar olsun, onların arxasındakı yerləri kəşf etmək üçün hekskopterdən istifadə edirik. Bu bizim layihəmiz Smart Mask, yəni ağıllı maska. Biz layihəmizdə qaz sensorundan istifadə etmiş. Bu sensor havadakı zəhərli qazları aşkar. Əgər təhlükəli qaz miqdarı aşkarlanarsa, xəbər edici led işıqlanır və piezo siqnal vasitəsilə istifadəçiyə xəbər. Maskanın içinə həmçinin aktiv karbon filtrini yerləşdirmişik ki, bu da havanı təmizləməyə kömək edir. Layihəmizdə biz səsləri eşidən, tanıyan və onu titrəyiş və işıqlar vasitəsilə hiss etdirən ağıllı bir cihaz yaratmışıq. Bu aparat qulağa taxılır, yüngül və rahatdır. Cihazın içindəki mikrofon səsləri qəbul edir. Proqramlaşdırılmış mikroprosesor bu səsləri tanıyır və hansı səs olduğunu müəyyənləşdirir. Məsələn, qapı döyülərsə müəyyən bir titrəyişlə xəbər verir. Komandanın proqramistiyəm və komandanın üzərində istifadə etdiyimiz Orange Pi-ın kod hissəsini yazmışam, yəni machine learning və bunun avtonom uçuşlarından bağlı. Biz burada Yolva 8-dən istifadə etmişik və bizim burada yer səthinin araşdırılmasıyla bağlı. Yer səthi xəritələrini çəkir, flow sensor vasitəsilə özünü stabil saxlayır. Sonradan isə çəkdiyi görüntülərlə bir map yaradır və burada başlayır araşdırma etməyə. Yəni rover hansı yerdən getsə daha dəqiq hərəkət edə bilər. Yəni bunların hər birini istifadə edir və avtomatik olaraq roverun üzərindəki GPS məlumatları vasitəsilə roverun üzərinə geri qayıdır. Yəni biz bunların hər birinin yazılımsal hissəsini özümüz yazmışıq. Hal-hazırda bizdə ən qabağa çıxan özelliyi hər bir şeyi özümüzün yaratmağımızdır. Hansı ki bizim bataryamız olsun, gövdənin dizaynı olsun, hər bir həm roverımız, həm də droneumuzun gövdəsi və bataryası özümüzə məxsusdur. Hansı ki Azərbaycanda olan mənbələrdən bir yerə yığmışıq və bu bizə həm maliyyə cəhətdən, həm də efficiency cəhətdən çox böyük müsbət cəhətlər verir. İlk öncəliklə bunu deyə bilərəm ki, bu ideyada problem nə idi ki, biz bu proyekti seçdik? Problem o idi ki, mühəndislərin bir və ya daha çox müddət ərzində yaratdığı bir planı, şəhər planı biz yaratdığımız proqram ilə bir neçə dəqiqə və yaxud bir neçə saniyə ərzində eləyə bilirik. Artıq ikinci dəfədir ki, Dünya Robot Olimpiyadasında hakim kimi dəvət alıram və iştirak edirəm. Əvvəla bu yarışı təşkil edən təşkilatçılara təşəkkür edirik, çünki artıq 8-ci dəfədir ki, uşaqlara bu şansı yaradırlar. Burada önəmli olan düşünürəm ki, qalib olmaq deyil, iştirak eləməkdir. Yəni mənim özümün də burada gəlib iştirak eləməyimin səbəbi hər il uşaqların gözündə bu həyəcanı, bu belə deyək də, yəni iştirak sevincini görməkdir ki, bu elə kifayət eləyir o uşaqların gələcək inkişafına. Burada bir xəritə var, sabit 3-ün 3-ə olan bir xəritədir. 2 raunddan ibarətdir. Birinci raundda heç bir fiqur yoxdur, sadəcə boş bir xəritədir və onun üzərində 3 dənə dairə vurmalıyıq. İkinci raundda isə ixtiyari formada düzülmüş yaşıl və qırmızı kubiklər var. Biz onları yaşılın solundan, qırmızının sağından keçməklə avtonom şəkildə bir robot düzəltməyə bizim tapşırığımızdır. Biz burada layihə hazırlamışıq ki, hansı ki layihəmiz 2 hissədən ibarətdir. Layihəmizin birinci hissəsi yerdə olacaq hissə, hansı ki tullantıları çeşidləyir. Bu hissədə isə kosmosdur ki, hansı ki bildiyiniz kimi missiya üçün göndərilən raketlər, hər hansı bir peyklər, dəmir parçaları, qırıntıları olur ki, hansı ki onlar kosmosda qalır və onlar da çox böyük təhlükədir ki, bizim bəşəriyyətimiz üçün, ora missiyalar üçün, raketlər göndərmək üçün, çünki toqquşmalar baş verə bilir. Burada dediyimiz kimi tullantıları ayıran, çeşidləndirən kamera var ki, hansı qarşısına zibili tutduqda, tullantını tutduqda avtomatik olaraq açılır. Burada gördüyünüz kimi açılır
robot işləyir, armı. Bu vasitəsilə götürür və atır içinə. Bu bizim layihəmiz Space Machine-dir. Space Machine layihəmiz kosmosda həyat axtarışına yönəlib. Layihənin əsas məqsədi planetdə araşdırma etmək, elmi məlumatları toplamaqdır. Bizdə 6 təgərli dayanıqlı şassi var. Uzaqdan idarə etməklə idarə edə bilirik və bizim günəş panellərimiz var. İstifadə ssenari olaraq Ay və Mars planetlərində tədqiqat edəcək və təhsil və sistem layihələrdir. Unikal cəhətlər, gözəl və sərfəli dizayn, real vaxtda müşahidə imkanı, modulların dəyişdirə bilməsi, təkmilləşdirmə açıq sistem. Bizim robotumuzla bağlı gələcək planlarımız isə bir çox sensor və manipulator əlavə etməkdir. Bizim layihəmiz ağıllı şəhər layihəsidir. Bizim şəhərimizdə əslində bu layihəmizi tapmamızın səbəbi şəhərin biz 5 dənə probleminə əsasən düzəltmişik bu layihəmizə. Məsələn, zibil problemi, şəhərin zibil problemi, insanlar yerə zibil tökdüyü zaman biz bunu yığan bir robot düzəltmişik. Bunun sayəsində düzəltdiyimiz şəhər təmiz qalır. Əlimdəki robot Lego Spike aiddir. Bu robot bir çox maneələri dəf edərək bir çox tapşırıqlar yerinə yetirir. Eyni zamanda bir çox tapşırıqlar yerinə yetirir. Məsələn, bu color sensor rəngi ayırmaq üçün, bu color sensor follow vermək üçün, bu üçlər topları boşaldıb doldurmaq üçün və yaxud da roverin qanadını əymək üçün, bu isə laboratoriya avadanlıqlarını götürmək üçündür. Bundan əvvəl də bu robotun üstünlüyü odur ki, yüngüldür və daha çox element tapa bilir. Biraz az 160 bal yığdı. Bugün isə tam 166 bal yığdı. Hələ ki birinci inşallah da belə davam edib yarışın qalibi olar. Birinci 2 round var. Biri open, biri obstacle challenge-dır. Birinci challenge-da hakim qəpiyə atır. Ha tərəf olsa sağdan sola ya da sağ təqribinin istiqamətinin əksində olacaq. Əgər sağ təqribindədirsə, robotu sağ təqribində qoyub 3 tur vurmalıdır və gəldiyi yerdə dayanmalıdır. İkinci challenge-da isə belə qırmızı və yaşıl damalar kimi nəsə var. Onun elə bir şey qırmızının sağından, yaşılın isə solundan keçməlidir. Bizim missiyadan ibarətdir ki, bizdə bir xəritə verilir və xəritə ətrafında 2 round var. Xəritə ətrafında ilk roundda robot sadəcə olaraq 3 tur atıb başladığı yerə gəlməlidir. İkinci roundda isə robot qırmızı və yaşıl kubiklərin sağından və solundan keçməlidir və ən axırda da özünü park eləməlidir. Biz indi robotumuzda lidar sensordan istifadə etmişik. Bu şəkildə biz xəritələndiririk bütün xəritəni və rahat bir şəkildə missiyaları yerinə yetiririk. Bizim komandamızın adı Ned Robotics'dir. Biz bu yarışa qatılanda əsasən PID Wall Following alqoritmindən istifadə etmişik. Hansı ki, professional səviyyədə avtomatlaşdırma alqoritmidir. Və biz bu alqoritmi ultrasonik sensora inteqrasiya edərək robotun problemsiz bir şəkildə divarı tam dəqiqliklə izləməsini əldə etdik. 9 ay işləmişik bu robotun üstündə. Birinci biz əslində komanda kimi işlədik. Başladıq, komanda axtarırdıq. Sonra komanda tapandan sonra başladıq robotu qurmağa. Bizim müəllimimiz bizə köməklər elədi, çox sağ olsun. Və biz bu robotu qurduq, kod yazmağa başladıq. Kodu deməli biz bu hissəsi ilə topları götürürük. Bu hissəsi ilə rəngləri götürürük. Bundan da rənglər götürürük. Elə bir ikisini bura götürürük, ikisini də bura. Bu sensorumuzdur. Bir dəqiqə göstərdim. Bu sensorumuzdur. Biz bu sensorla elə bir rəngləri oxuyuruq və götürürük. Gəlib qoyuruq bura və onunla biz 60 bal toplayırıq. Artıq 2 gündür biz VRO 2025 Robomission kateqoriyada iştirak edirik.
Hal-hazırda 4 aydır ki bu olimpiyada hazırlaşırıq və düzün deyək, bəzi problem yaşırdıq. Amma komanda üzərində biz problemləri əldə etdik və ikinci gündür ki, biz ən yüksək hal toplayırıq və inşallah biz inanırıq ki, birinci yer tutarıq. Biz bunun quruluşunda ev3 seçeneği istifadə etmişik. Bunun düzəlişində bəzi əlavə materiallar əlavə etmişik. Bizim robotumuz basic model olaraq Veron'un RoboMision Junior kateqoriyasında iştirak edirik və bizim əsas olaraq robotumuzun əsas təməli ondan ibarətdir ki, bonus tapşırıqları eləyib maksimal xal toplamaqdır. Bu kateqoriyada Vero kateqoriyasına gedirik. Vero kateqoriyası xəritədə gördüyünüz tapşırıqları həll edirik. Robota kod yazmaq vasitəsilə edirik. Biz hal-hazırda Vero 2025 RoboMision Junior kateqoriyasında bura qatıldıq. Bizim robotumuz ilk başta başlayaraq robotun qanadını indirir. Ardından gedib dronu öz başlanğıc sayəsində aparır. Sonra da ardından iki fiquru öz nöqtələrini apararaq orada missiyanı qurtarır. Sonra da ardından sürpriz turu eləməyə başlayır, bonus xalı. Ardından robotumuz missiyayı qurtarır. Bizim şagirdlərimiz, komandalarımız artıq ev tapşırığını yerinə yetiriblər. Biz onlara sürpriz tapşırığı açıqlamışıq və hal-hazırda sürpriz tapşırığı üçün hazırlaşırlar və vaxtı çatanda sürpriz tapşırığı yerinə yetirəcəklər. Mən bu robotu hazırlamışam. Yəni daha doğrusu mən komandalaşma hazırlayıb o dizayn edir. Mən amma kod yazıram və mənim dostum da mənə kömək edir bunda. Burada robot nə iş görür desəniz, bu qol sayəsində bu topları götürür, bunun ağzını açır, bu qol sayəsində də bunu bura ötürür. Sonra onun aşağı salır, yəni belə bu qollarla işləyir. Robotumuzun üzərində 3 aydır çalışırıq. Robotumuz birinci raundda başladığı yerə qoyuruq, maneələrə dəymədən getməlidir və başladığı yerdə dayanmalıdır. Mən ikinci raund haqqında məlumat verim. İkinci raundda isə robotumuz sağdan qırmızı, soldan isə yaşıl maneələri görüb keçməli və özünü parkinq etməlidir. Biz bu olimpiyadada çox asan gəlinən Lego konstruktordan robotlar düzəldirik və o robotlar bəzi Lego hissələri alıb düzgün yerə yerləşdirməlidirlər. Bu belə çox asan görsənə bilər, çünki yəni Legoda da uşaq bir oyuncaq kimi bir şeydir. Amma kodu yazarkən iş daha çətinləşir, çünki robot çox yerdə çaşa bilər, dəqiq olmur və başqa problemlər çıxa bilər. Robot düzəltməyə 8 ayda başlamışam. Bu çox maraqlı, həm də həvəsvericidir. Bizim robotumuzun baxın bu hissəsi məsələn debrizlər, yəni xəritədə olan debrizləri götürmək üçündür. Biz onun üçün qapağı yaratmışıq ki, 2 dənə bloku bir yerdə götürsün ki, daha rahat tez çata bilək və vaxtı keçməsin. Sonra bu bizim bu qapağı açmaq üçün olan motordur. Buradakı qolu açmaq üçün motordur. Sonra kodumuzda biz kodumuzu çoxlu may bloklara ayırmışıq. Deməli, ən birinci biz missiyanı divara vuraraq robotu başlayırıq və foili götürürük. İndi biz sürpriz ruldayıq və sürpriz rulu yazırıq. Robotumuz belə 155 pointdən 135 point toplayır və biz inanırıq ki, biz qalib ola bilərik. Dostlar, gərgin keçən mübarizədən sonra hazırda mükafatlandırma mərasimindəyik və bir neçə dəqiqədən sonra dostlar öz kateqoriyalarına uyğun şəkildə mükafatlandırılacaq.
Elementary kateqoriyasına çox hazırlaşmışıq və bunun nəticəsində də ikinci yeri layiq görürük. Mən Kamal Həsənli, RoboMation Senior kateqoriyası üzrə 2-ci ilin qalibiyim. Aylarla əziyyət çəkdik, robot üçün çalışdıq və bunun kodunu yazdıq. Bura gələndə müəyyən problemlərlə rastlaşdıq. Amma yenə də biz yolumuzdan dönmədik, çalışdıq ki, daha əzmlə işləyək, çalışaq və bu əziyyətimizin nəticəsinə gördük də, qalib oldular belə deyim. Bugün Dünya Robot Olimpiyadasında birinci olduq, çox sevincliyik. Ümid edirəm dünyada da bu yer birinci olaraq, nail olaraq bu qələbəyə. Mən Heroes of East komandasının üzvüyəm. Robosport kateqoriyası üzrə birinci yerə layiq görüldük. Singapurda keçiriləcək dünya finalında Naxçıvanı və ölkəmizi təmsil edəcəyimiz üçün çox xoşbəxtlik. Yarış çox xoşbəxt keçdi bizim üçün, çox əyləncəli oldu, çox maraqlı oldu. Digər komandalarda təbrik edirəm. Bəli dostlar, bugün Magda qloballaşan dünyaya uyğunlaşan çox innovativ və yenilikçi dostlarımızı tanıdıq. Magda başqa hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın. Xudahafiz.